Selamun aleyküm. Xiyar kolu budanmalıdır ya yox? Bəli, budanması vacibdir. Əvvəlcə bu yarpaqları kəsək. Qoy açıq-aşkar görsənsin. Yarpaqlar budanmalıdır. Bu yarpaqlar oldu. İndi baxın, bu zoğlar ki var. Bu əlavə çıxan zoğlardır. Hətta onların bəhərləri də var. Amma bunları kəsirəm. Bu zoğları. Çünki o zoğlar bir neçə gündən sonra bir tağ qədər, bir də ki bu bığları. Bu zoğlar bir tağ qədər güc alacaq bundan və xiyar kolunun gücünü tam alacaq. Ona görə biz bunun özəyin inkişafını saxlamalıyıq. Bu tikanlı xiyardır. Hamısını budamışam. Bu da bildiyimiz yelpənəkdir. Bunlar da hamısını. O zoğlar, bu zoğlar ki var. Bu zoğlar ki var, bunlar mane olur. Ona görə kəsirik. Bir neçə gündən sonra yenə paylaşaram. Görüm nəticəsi necə oldu.